Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 8 yaşlardan ibarət Respublika çempionatı və maraqlı bir qarşılaşmada bir yerdə, hansı ki Şirvansaray və Cənub komandası üzə gələr. İki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Müdürəm məhsuldar, maraqlı oyunun şahidi olacaq meydandan. Sağ tərəfdə Cənub, sol tərəfdə isə Şirvansaray kollektivi çıxış edir. Və istəyirəm ki, məsələ Cənub komandası start heyətini də nəzərinizə çatdıram. Hansı ki 21 nömrə Qafarlı Uğur. Məhmədli Rauf, Zülfüqarov, Ömər. Bu arada qol da gəldi, eləməz onun adına çəkəcəkdir. Nağıyev Ayxan, o da meydandadır. Cənub komandasının start heyəti belədir bu qarşılaşmada, elə ki irəliləyən dəqiqələrdə əvəz etmələr də izləyəcək. Komandanın baş məşqçisi Cavid Darverdiyevdir. Komandasına inanır, güvənir və həmçinin texniki zonadan zonun səs sədalarını da eşidirik. Tapşırıqlar verir komandasına. Nəzərdə satırım artıq Cənub minimal hesablı öndədir. Nağıyev Ayxanın qolu ilə də hesabda önə keçməyi bacardılar. 1-0, Cənub 1, Şirvansaray 0. Və Cənub üstünlüyünü, qollarının sayını daha da artıra biləcəkmi? Müsəqamətdə pressing edir komanda. Da Qafarlı yaxşı oynamışdı, rəqib şansı dəyərləndirə bilmədilər. Məsələ Zülfüqarov Ömərin nəzarəti altında top meydanı tərk etmişdi. Rauf, alaca bir çət. Ötən oyun bir-birindən gözəl qoxulara imza atmışdı Məhmədli Rauf. Yaxədə top hərəkətliyi qazanmalıdır. Meydandakı yeganə qolun sahibi Nağıyev Ayxan, geri ötürmə Qafarlı Uğur. Uğur görə nə edəcək, bir qədər ayaq saxladı. Nağıyevlə oynamışdı, rəqibin müdaxiləsi var idi. Geriyə toş gəldi, təkrar zərbə. Aça bərabərlik gəlir, Şirvansaray 1, Cənub 1. Nağıyev Ayxanın açığı hesab məhz Şirvansaray oyuncularının rollədə bərabərləşəli 1-1. Oyun mərkəzdən yenidən start götürəcək, kartlar yenidən paylanılacaq meydanda. Rauf təzyiq edirdi, rəqib mane oldu. Rauf özünü çatıra biləcəkmi? Müdaxilə var idi. Nağıyev Ayxan dobl edir komandasının və özünün ikinci qolu. Komandasını yenidən önə keçirir. Rəqibin çox sevməsinə imkan vermədi Cənub kollektivi. Cənub 2, Şirvansaray 1. Məsələ yenə qolun müəllifi, qolun adı Nağıyevdir. Orada Rafı da vurğulasaq, daha doğrusu vurğulamasaq olmaz. Məhmədli Rauf pressing etmişdi. Nəticəsində Nağıyevin önündə qaldı. Geriyə ötürmə Qafarlı Uğur. Elə ki müdafiədə yaxşı oynayır indi Nağıyev. Son müdaxilə rəqibdən. Ayxan, Rauf. Birbaşa çərçivənin düşüntü alınmadı. Zülfüqarov. Rəqibin təzyiqi var idi. Və topu torlara yollamağı bacardılar. 2-2. Cənub 2,
Şirvansaray 2. Başa-baş oyunu şahidi elə ki. Ömər Zülfüqarovun ötürməsi Rauf. Hədəf pozulmayıb, davam etmək lazımdır. Ömər. Top rəqib də meydan tərk edir. Cənub topu oyuna daxil etməlidir yan xəttim. Rauf'la oynadı, zərbə indirə bilmir. Kaldı orada, birebir oyuncusu. Nağıyev. Top meydanda saxlama mümkün olmur. Yan xətdən Şirvansaray kollektivi top oyuna daxil etməlidir. Oxur, hər zaman kimi müdafiədə. Mina Amladoğur topladı, özü zərbə indirməsi etsin Rauf. İndi qalmışlar ki, bir qədər üstünüyə buraxdı, üstünü itdi və qayda pozulsun zərbəsinin yerindən yerinə yetirilməsi isə də referer Rauf. Zərbəni kim yerinə yetirəcək? Ötürmə ilə başladılar. Ay Rauf, çəkildi oradan Ömer, oradan sən ora bax. Referi məhz zərbəsinin yenidən yerinə yetirilməsini istəyir. Az fərqlə top qapıdan yan keçir. Uğurun bir zərbə cəhdi var idi bu epizodda. Bir daha xatırladım, maçda 2-2'lik bərabərlik var. Nağıyev Ayxan dubl edib, komandası adına hər iki qol ona məxsusdur indi. Yəni, Nağıyevin təzyiqi var idi. Ötürmək isə Ayxan ayaq qoydu. Uğur orada rəqiblə mübarizə barı qafarlı. Bir ötürmə hissəyi heç kəs toxuna bilmir. Ayxana bax deyirəm. Cavit Tarverdiyev oyuncularına bu epizodda narazılığını bildirirdi. Məhməddir Rauf. Bu rəqib üçün saxladı indi Ömər. Qarşılı mübarizə istəyirik. Rauf aldancı cəhdlər keçməyə bacardı rəqiblərini. Rauf elə də mübarizə aparır. Nağıyev top meydanda saxlamağa bacardılar amma davamı gəlməlidir rəqibin. Hücum cəhdi və top torlara yollandı. Şirvansaray önə keçir hesabda 2 dəfə olaraq. Bu arada bu qoldan sonra Cavit Tarverdiyev dəyişiklik edir. Az ki meydana daxil olan 2 oyuncu gördüm. Biri Kazımzadə Sübhan. Yox, tək bir dəyişiklik baş tutub, səhvimi düzəldim, eləməz. Kazımzadə Sübhan meydana daxil olub, o Nağıyev Ayxana əvəzləyib. Raufun təzyiqi var orada. Sürüşmə fəndi ilə topu qazanmaq istədi. Geridən səhv bir müdaxilə. Qayda pozulub. Rauf'da qaldı top. Rauf zərbə! Məhməddir Rauf. Topu torlara yollamağı bacarır. Maça bərabərlik gətirir. 3-3. Rauf axır ki istədiyinə nail oldu. Fərqlənməyi bacardı. Şirvansaray 3, Cənub 3.
Rafın təzyiqi var yenə məhz. Pressing edirdi rəqiblərinə. Sübhan. Rəqib eləməyə imkan vermədilər. Referi qayda pozisi olduğunu bildirir. Götürməyə keçmədi Ömər. Şəhərə vəziyyəti, standart vəziyyəti qola çevirdilər. Şirvansaray önə keçir. 4-3. Of geri götürmə. Kazımzadə Sübhan. Oyuna pasla bırak. Sık oradan bitir. Cavit Tərbiyev oyuncularının təzyiq etməsini, pressing etməsini istəyir. Amma referimiz bu epizodda Cənubun topu oyuna daxil etməsini istədi yan xəttdən. Qarşılaşmada artıq 9 dəqiqəni geridə qoymuşuq. Hesab 4-3'dür. Məsudlar oyunu şahidi. Şirvansaray 4. Bu arada Rauf. Amma qayda pozulur. Ay stüdyo. Yoldaş stüdyo. Refleks yaş ağlar. 2 dəqiqədən bir stok vermədə. 7 yaşları var. Abla kimi? 2 dəqiqədən bir stok saxlayırsan. Burada referi Rotesik və pressing nəticəsində gol tapdılar. Mehmet Rauf yenə məhz fərqlənən adı, yeni fərqlənən sima odur. 4-4. Bir də nəzərsiz satdırım ki, məhz baş məqçi Cavit Tərbiyev sarı vərəqə gördü. Referi etirazına görə Asası 4-4'lük bərabərlik var. Totu sizə. Verdi onu. Öz kırayla. Totu başla. Totu. Ulan. Aferin bir de pas. Değiş. Qafarlı. Eskiler. Silah değişdi. Kazımzadə Sübhan. Çekti topu. Ay Spa. Spa. Oynadı. Bu arada oyuncu dəyişikliyə başlayıb. Qoldan sonra Cənubun heyətində 10 nömrəli forma ilə Zərbiyev Toğrul meydana daxil olan yeni oyuncudur. Səhv etməmsə, bəli, Ömər Əvəzlibov. Bir zərbə çəkdi, dirəyə tuş gəldi. Kazımzadə Sübhan zərbə indirmişdi. Dirək topun qapıdan keçməsindən mane olub. Sübhan tamamlamaq lazımdır və gol! Kazımzadə Sübhana dalğış düşür. Məhz onun təzyiqi nəticəsində topu qazandılar. Rafa isə tamamlamaq qalır. Rafa etdir gedir. 5-4 oldu. 5 golun 3'ü məhz Rauf düzgün yerinə yetirib topu torlara yollama bacarıb. Digər qalan ikisini isə məhz Nağıyev Ayxan, o da dubl edib qarşılaşmada.
Nəsə 5-4-də bir daha xatırladım. Cənub 5, Şirvansaray 4. Mehmetdə Rauf hat-trick. Ağayev Ayxan isə dubl edib. Zərbəyev doğru təzyiq edirdi. Başlayın, gel başla. Rauf. Ola. Daylılar. Kutuya bak. Rauf. Tez gel. Burada daha bir dəyişiklik başlayır Cənubu niyyətində. Rauf əvəzləndi. Onun əvəzinə isə meydana yeni daxil olan oyuncu məhz Bağırov Muraddır. 6 nömrəli forma ilə çıxış edir. Bağırov Murad. Yaxədən top hərəkətliyi qazandı. Murada doğru ötürmə. Murad zərbə indirmək lazımdır. Rəqib də mane olurdu. Murad top meydanda saxlamağı bacardı. Hələ də topladı, zərbə indirdi, amma müdafiəçilərin müdaxiləsi var idi. Qarşılıqlı mübarizə qayda pozulub. Murat gelme. Murad. Bağırov rəqiblə mübarizə apardı, zərbə indirmə. Şirvansaray oyuncuları adına hər şey yaxşı qurtardı Cənub adına. Rəqib zərbəni düzgün yerinə yetirilə bilmədi və indi Cənub hücum şansı deyirdim ki, məhz top outdan meydan tərk edir. İstiqamətdə təzyiq var. Sərbi pressing edirdi. Çevirmək isə burada Kazımzadə Sübhan sona qədər mübarizə aparır. Topun rəqibinə çatmasına imkan vermədi. Daha sonra sürüşmə fəndi ilə topu ata yollamağı bacarır. Bir hücum şansı ola bilərmi? Kazımzadə. Götürmək isə komanda yoldaşını orada Zərbiyev. Top meydanda saxlaya bilmədi. Bir sürüşmə fəndi. Qafarlığır. Qaydanı pozub. Zərbə çəkdi, orada oynayan, yaxşı oynayan Zərbiyev. Xəttin üzərində topu çıxarıb və bacardı, komanda yoldaşını sığortaladı. Yön istiqamətdə təzyiq edir Cənub komandası. Güclü zərbə, təzyiq öz bərəsini göstərdi. Qafarlı Uğur qapı teri. Meydanda tək. Dəyişməyin oyuncudur Qafarlı Uğur komandasının müdafiəçisi göz bəbəyi. Murat! Sen sıkmalısın Murat! Uğur. Murat. Burada orada pressing edirdi. Zərbiyev top ələ keçirmək istəyir rəqiblə. Mübarizə aparır. Top meydanı tərk edib. Yavaş-yavaş və yavaş ilk hissənin sonlarına yaxınlaşır. Qarşılaşmada 17-ci dəqiqə oynanılır. Uğur yenə müdafiədə səhvsizdir.
Təzyiq var, topu çıxarmaq lazımdır. Murad. Bir ara ötürməsi yaxşı düşürmüşdü. Ünvana da çatdı Zərbiyev. Bu arada daha bir dəyişiklik Cənuba niyyətində. Sübhan əvəzləndi. Onun əvəzinə isə Cəlizadə Raul meydan daxil olan oyuncu da 9 nömrəli forma ilə çıxış edir. Murad Bağırov. Şirvansaray müdafiəçiləri topu uzaqlaşdırmaqla kifayətlənir. Və elə bu cəhətlə də bu epizodla da referi ilk hissəni bitirdi. Fasiləyə Cənub komandası 5-4 hesabı ilə öndə yollanır. Rəqib Şirvansaray önündə heç ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik. Bir də hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Məhz ikinci hissədə yenidən bir yerdəyik. Nəzər satırım ki, Cənub və Şirvansaray oyununda ikisi də maraqlı mübarizənin qəşəng bir ilk hissənin ardından. Hesab 5-4-dür. Cənub 5-4 hesabı ilə öndədir. Rauf məhz hat-trick edib qarşılaşmada. Həmçinin Naqiyev Ayxan isə dubl edib. Cənub 5, Şirvansaray 4, indi rəqibə mane olan oyuncu Qafar Loğur müdafiədə yaxşı oynadı. Öncə topu itirmişdi, amma səhvini düzəldir. Rəqibin fərqlənməsinə imkan vermir. Güncdən zərbə. Rəqibə zərbə. Şansı tanımadılar. İndi daha bir cət. Burada Mehmet Rauf. Mehmet Rauf. Yenə Məso, yenə qolladı. Qolun müəllifi odur. Altı 4 oldu. Rauf. O kereti vardı qarşılaşmada. Zərbiyev. Rəqib mane olur. Təzyiq var. Cənub komandası ön istiqamətdə pressing edir. Qafarlı. Rəqiblə mübarizə aparırdı. Uğur. Ötürməsi yaxşı alanda Rauf yerdə qaldı. Rəqibin zərbə indirməyə imkanı. Uğur. Uğur topladı aldatdı. Bir rəqibini ötürmək komanda yoldaşını. Müdaxilə var idi. Top Şirvansaray oyuncularına meydan tərk etdi. Amma referi Cənubdan topun alta yollandığını işarə edirdim. Mən isə elə görmədim. Son müdaxilə Raul'dan gəldi. Şirvansaray fərqi bir qədər azaltmaq istəyir. Qapı qarşısına ötürmək isə eləməz. Yenə Raul, Uğur isə topu uzaqlaşdırma bacardı. Təhlükəni sovuşdurdu. Rauf ön ala bilərmi?
ötürmə. Raul topladı. Rəqibin son şansı. Yenə qol. Düşüncə yaxşı ötürmə bir o qədər yaxşı alınmamışdı. Zərbiyev. Mən olmaq alınmadı. Uğur rəqiblə mübarizə aparır. Vağda yollandı. Hesab bir daha xatırladım. Cənub 6-4 hesab ilə öndədir. Raul. Ötürmə, Raul qarşıladı. Cənub heyətində yenidən əvəz etmə Ömər məhz meydana yenidən daxil oldu. Həmçinin Raul meydanı tərk edir. Onun əvəzinə isə yeni bir sima Əliyev Rəvan meydan daxil olan oyuncusudur. Cavit Tarverdiyev. Bütün oyuncularına şans tanıyırsan ki. Oyuna girirsən o ətrafına. Diagonal ötürməsi, zərbə çəkdi Rəvan. Bəklənməyə çox yaxın idi. Rəqibin hücum çəkdi, Rauf araya girdi. Bir ötürmə, Rəvan. Qarşılıqlı mübarizə izləyirik. Önündə qaldı. İki üstünəyə buraxdı. Tırma da verə bilərdi. Görmədi zənnimcə komanda ulaşan Rauf öndə boşda idi. Zərbə çəkdi. Direyə tuş gəlir Uğur. Müdafiədə çox yaxşı işləri gördü. Az qalsın. Bəklənməsi ilə də, qol ilə də daha doğrusu taclandıracaq da bu günü. Yenəməz qafarlı Uğur. Müdafiədə səhvsizdir. Top meydanda davam etmək lazımdır. Rəvan bir qədər ayaq saxladı. Orada Ömər rəqiblə mübarizə aparır. Zərbə çəkdi, fərqi minimum enir. 5-4.
Cənub 6 bir daha xatırladım. Şirvansaray 5. Fərq minimumdadır. Burada Mehmet Rauf topladı. Aldatıcı şəklər. Amma alan var. Cavit Arverdiyevin referdə bir etirazı var idi. Qayda pozuntusu deyə. Məhz. Rauf yerdə qalmışdı. Artıq ayağa qalxır. Rəqibin zərbəsi doktorlara yollanır, amma qoldan öncə məhz Şirvansaray komandası meydanda çox idi. Maraqlıdır. 6-6. Rauf. Aldatıcı şəklər. Ömer. Orası bu qafarlı uğur idi. Səhvini düzəldi. Dəqiqələrdə Şirvansaray üstünlüyünü artırıb. Daha doğrusu təzyiqini artırıb. Onlardan yanadır, amma düşünürəm ki, bu dəqiqələrdə Cənub fərqlənəcək. Rauf topladı, Mehmet Rauf və gol! Yenə məhz efirlərdə odur. Komandasına Rauf yenidən önə keçirir. Pentatrick etdi. 7-6. Şirvansaray 6. Cənub 7. Mehmet Rauf. Ötən oyun olduğu kimi bu gündə rəqiblərini ard-arda çətin anlar, çətin vəziyyətlər yaşatdı və pentatrick edib qarşılaşmada məhsuldarlıqla davam edir. Həmçinin Naqiyev Ayxan ilk hissədə dubl etmişdi. Anlaşa bilmədi bu epizoda komanda yoldaşları. Topla olan oyuncu qafarlı uğurdu. Top sanki ayağına yapışmışdı. Almaq mümkün deyildi. Daha sonra rəqibin bir müdaxiləsi sonrası top bitirmişdi. İndi Şirvansaray adına təhlükəli bir cəhd. Hesab bərabərlik gəldi. 7-7. Oyun mərkəzdən yenidən start götürəcək. Həqiqətən də bu qarşılaşmada çox başa-baş əzmkar mübarizə dolu bir oyun izlədik. Oyunun ilk dəqiqəsindən son saniyəsinə qədər. Rauf, orada bir müdaxilə var idi. Rauf! İmkan vermədilər fərqlənməyə. Bu səfər topunu almaq mümkün olur rəqib adına. Burada 2-3-dən zərbə.
Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Hesab 7-7. Yeni bir şans. Ömer oradan mübarizə var rəqiblə. Uğur yaxşı oynadı, səhvsiz oynadı. Burada daha bir dəyişiklik baş tutub. Son dəqiqələrdə Cənubi heyətində Tağıyev Sultan meydana daxil olub. Zərbədə keçid vermədilər. Təkrar zərbə alınmadı. Uzaqlaşdırmaq lazımdır. Direyə tuş gəldi. Rəqiblə mübarizə aparan Rauf. Qarşılı top itkisizlədik. Rauf təzyiq edir. Son dəqiqələrdə oyunun tempi bir qədər də artdı. Qayda pozulub, kobudluq var idi. Çox sərt bir müdaxilə. Dedi, ağır zədəsi olmaz. Mübarizəsinə davam edər. Həkimlər meydana daxil olub, ilkin tibbi yardım göstərilir. Abi artıq ayağa qalxdı. Oyuna davam edəcək. Günün ən məsuhlar oyuncusudur. Zərbə çəkdi, standart vəziyyəti qolla çevirməyi bacardılar bu səfər. Qolla da qolun müəllifi Ömərdir. O dəfəqlilər siyasının öz adını yazdırır. Zülfüqarov Ömər komandasını önə keçirir. Bəlkə də bu qolla da məhz qarşılaşmanı qələbə ilə tamamlayacaq Cənub komandası. Çox lazımlı vaxtda gələn bir qol idi. Qələbə qolu ola bilər. Zülfüqarov yenə məhz topla oydu. İndi bir ötürmə Seymura doğru keçmir. Referdə saatlə nəzər yetirir. Onların sonları da artıq qələbəyə yaxındır Cənub komandası. Ömər tələsmir. Ömər zərbədə mane oldular ona. Arada həmçinin daha bir dəyişiklik başlayıb qarşılaşmada. Haqqda bəhs edib. Şəfiyev Yusuf meydana daxil olan yeni oyuncu oldu. Yəni bunun heyətində 5 nömrəli forma ilə çıxış edir. Və bəs rejissorlar da bizə yaxın planda onu göstərdi.
Qafarlı. Rauf pressing edirdi Qafarlı. Topu meydanda saxlamağı bacardı. Nağıyev Ayxan yeni də meydana daxil olur Cənubun heyətində. Dubl edib o da qarşılaşmada. Ömər. Təhlükəli də az fəqlə dirəyə yanan top meydanı tərk edir. Gözlər hakimdə artıq. Son epizodlar. Nağıyev Ayxan. Murad. Top meydanı tərk edir. Geriye ötürmə. Qafarlı. Referi. Elə bu epizodla da bu cəhətlə qarşılaşmanı bitirdi. Qələbə Cənubdan yanadı 8-7 hesab ilə. Şirvansaray komandasını da məğlub edir. Maraqlı qarşılaşmaya görə hər iki komandaya sənlimcə təşəkkür düşür. Cənubun adına bu qarşılaşmada məhz Məmməd Rauf pentatrик etdi. Nağıyev Ayxan dubl etdi, həmçinin Zülfüqarov Ömər qələbə qolunu məhz o gətirir. Cavid Tarverdiyev oyuncularını yanına çağırıb zənimcə qələbə münasibəti ilə təbrik edir. Gözəl görüntülərdir. Bu görüntülərlə də bugünkü yayımızı sonlandıraq. Sağ olun, salamat qalın. Növbəti oyunlarda görüşmək dileğiyle.